Hər vaxtınız xeyir olsun. ARB 24-ün efirində peşəkar mübahisəyə baxırsınız. Təbii ki, gündəmimiz Cənubi Qafqazdır, Azərbaycan-Ermənistan münasibətləridir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya getməmişdən qabaq müəyyən açıqlamaları oldu xalqa müraciəti zamanı. Vurğuladı ki, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq, sülh olacaq. Çünki indi yaxşı bir şərait yaradıb ki, biz sülhü bərqərar edək. Moskva demişkən, uzun müddətdir ki, Moskvaya gedəcəksizmi sualından Paşinyan yayınırdı, qaçırdı, nə təsdiq edirdi, nə də təkzib edirdi. Amma nəticədə bəlli oldu ki, 8 mayda Paşinyan Moskvaya yola düşüb, hətta qələbə paradında iştirak edib. Bundan əlavə müəyyən görüşlər də keçirdib. Rəsmi və qeyri-rəsmi görüşlərdən söhbət gedir. Bütün bunlar nəyə hesablanıb, nəyə əsaslanır? Ümumiyyətlə bu görüşlər, verilən açıqlamalar Azərbaycan-Ermənistan münasibətlərinə, sülh müqaviləsinin imzalanmasına necə təsir göstərə bilər? Biz bütün bu suallara yaxın bir saat ərzində cavab tapmağa çalışacağıq. Qonaqlarımız Qafsamın sədr müavini Nazim Cəfərsoydu. Nazim bəy, xoş gəlmişsiniz, salamlayıram sizi. Eyni zamanda siyasi şərhçi Rəşad Bayramovla da danışacağıq. Rəşad bəy, sizi də salamlayıram. Xoş gördük. Elə başlayaq söhbətə Paşinyanın açıqlamaları ilə bağlı. Dedi ki, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq. Belə tam əmindir bu dəfə, tam rahatlıqla ifadə edə bilir fikrini ki, biz sülhə imza atacağıq və bölgəmizə sülh gələcək. Amma bu açıqlamalar fonunda atəşkəslə bağlı məsələlər ki var, onu yenə də Ermənistan tərəfi təhlif eləməyə başlayıb verdiyi açıqlamalarda. Gəlin bu hadisələri bir-birinin ardınca düzək və uyğunlaşdırmağa çalışaq. Nədir Ermənistanın atmaq istədiyi və atdığı addımlar? Paşinyan davamlı şəkildə, tək Paşinyan yox, digər Ermənistan rəsmiləri də davamlı şəkildə sülhə hazır olduqları ilə bağlı bəyanatlarla çıxış edirlər. Təbii ki, bunun səbəbləri var və səbəblər haqqında indiyə qədər də çox danışmışıq. Əsas səbəb təbii ki, Ermənistanın belə deyək, sülhpərvər obrazı yaratmaq və dünya ictimaiyyətinə bu şəkildə təqdim etməkdən ibarətdir və bunun altında isə sülhü istəməyən tərəfin Azərbaycan olduğu görüntüsünü yaratmaqdan ibarətdir. Amma başqa bir səbəb də var. O da ondan ibarətdir ki, bilirik ki, Ermənistanda artıq seçki dövrünə qədəm qoyub və Paşinyan belə demək mümkünsə artıq seçki kampaniyasına start da verib və ona görə də onun hər bir bəyanatının, hər bir çıxışının arxasında mütləq şəkildə ictimai rəyə təsir etmək üçün verdiyi mesajları da nəzərə almaq lazımdır. Bu günləri həm Paşinyanın, həm digər Ermənistan rəsmilərinin biz sülh istəyirik deməkdən başqa yolları yoxdur. Çünki Ermənistan hakimiyyətinin konkret müxalifəti var. Bu müxalifət o müxalifətdir ki, hətta 2020-ci ildə Paşinyan tərəfindən üç tərəfli bəyanatın imzalanmasını belə Ermənistanın milli maraqlarının satılması kimi təqdim edirdilər. Bu həmin müxalifətdir ki, davamlı şəkildə delimitasiya prosesinin əleyhinə çıxış eləyən, kəndlərin geri qaytarılmasının əleyhinə çıxış eləyən və faktiki olaraq müharibə tərəfdarı qismində çıxış eləyən tərəfdir. Və müharibə tərəfdarına alternativ olaraq da hakimiyyətin sülh mövqeyindən çıxış etməsi faktiki olaraq seçicilərə müharibə istəyənlərlə sülh istəyənlər arasında seçim mesajı verilməsinə hesablanıb. Paşinyan düzdür, kifayət qədər yaxşı bilir ki, ölkə ərazisində, xüsusən də sürətli silahlanma fonunda və beynəlxalq dəstək fonunda revanşist fikirlər üstünlük təşkil edir. Amma Paşinyan erməniləri kifayət qədər yaxşı tanıyır. Və onu da yaxşı bilir ki, revanşizmlə bağlı mövqe daha çox sözdə revanşizmdir. Yəni, sabahları real müharibə təhlükəsi olacağı halda ermənilərin çoxu müharibədən qorxur deyənə yeni müharibə istəmirlər və o baxımdan da bu gün Paşinyanın davamlı olaraq biz sülh istəyirik və müharibə olmayacaq mesajları həm də seçki qabağı kampaniyada verilmiş mesajlar kimi qəbul olunmalıdır ki, xalq seçim etsin, müharibə istəyənlərlə sülh istəyənlər arasında bir seçim etsin. O ki, qaldı bu fonda Azərbaycan tərəfinin haqlı iradlarına müzakirə etdik və bu nəticəyə gəldik ki, Azərbaycan bu mövqedə haqlı deyil və atəşkəsi biz pozmamışıq deyib mövqe irəli sürmək. Bu təbii ki, artıq ikili yanaşma və qeyri-ciddi məsələdir. Çünki bizim atəşkəsi pozmaqda marağımız nədən ibarət ola bilər? Heç bir marağımız yoxdur. Bu günləri atəşkəsin pozulmasında olan maraq, gərginliyin qalmasında Ermənistan maraqlıdır və o cümlədən də Ermənistanı dəstəkləyən qüvvələr maraqlıdır. Yəni, sən sərhəd bölgələri və terror təşkilatı olan
bir təşkilatı gətirib yerləşdirirsənsə, onların orada təlimləri üçün şərait yaradırsansa, onların orada hərbi hissələrdə görüşləri üçün şərait yaradırsansa, sən bunun nəticələrini əvvəldən görməliydin və bilməliydin ki, bu təbii ki, bu cür belə deyək, atəşkəsin pozulması hallarına, təxribat hallarına səbəb ola bilər. Ona görə də bu günləri həm Paşinyanın verdiyi mesajlar, həm də atəşkəsin pozulmasında Ermənistanın günahkar olmaması ilə bağlı verilən mesajlara sadəcə ictimai rəyə təsir etmə, ictimai rəyi yanlış yönləndirmə, beynəlxalq ictimai rəydən söhbət gedir, yanlış yönləndirmə fikirləri kimi baxmaq lazım. Onda real olaraq Ermənistan, Paşinyan hökuməti sülh istəmir, sadəcə bunu dilə gətirir. Ermənistan obraz hakimiyyəti yaradır. sülhə hazır deyil. Hazır deyil. Bilməm, Nazim bəy, Rəşad bəy müəyyən əsaslarla bunu prosesi izah eləməyə çalışdı. Razısınız yoxsa əksini iddia edirsiniz? Mən mövcud Paşinyan hakimiyyətinin müharibənin fəsadlarını gördüyü və növbəti müharibənin də hansı nəticələrə sahib olacağı barədə ciddi təxminləri olduğu, ondan sonra ciddi bir anlayış olduğu üçün, çünki əlində daha çox məlumat var, ordunun vəziyyəti, iqtisadiyyatın vəziyyəti, geosiyasi dinamiklər, bir sülh tərəfdarı olduğunu, bir sülh həyata keçirmək istədiyini düşünürəm açıqcası. Yəni kampaniyada da, yəni bunun sadəcə söz deyil, məcburiyyətdən doğan bir zərurət olaraq gördüklərini düşünürəm. Güclü olsalardı 2020-dən əvvəlki kimi, o vaxt necə deyirdilər ki, Qarabağ Ermənistandır filan. Yer müəyyən statuslar paylaşılırdı ki, Gəncəyə qədər gələrik, Bakıya qədər gələrik, Müdafiə Naziri parlamentdə açıqlamalar verirdi. Əgər şərtlər onların lehinə olsaydı və 2020-də və 2023-dəki antiterror əməliyyatı, müharibə və antiterror əməliyyatı olmasaydı, orada Azərbaycanın qələbəsi olmasaydı, yəni şübhəsiz qələbəsi olmasaydı, Paşinyan belə danışmazdı. Belə danışmanın onun zərurətdən irəli gələn bir sülh tələbidir. Amma orada iki məqam var. Məqamlardan biri odur ki, Paşinyanın sülhdən başqa çarəsi yoxdur daxili siyasət baxımından. Çünki yeni bir müharibə Paşinyan üçün çox daha böyük fəlakətlər və Ermənistan üçün çox daha böyük fəlakətlər ehtiva eləyir. Paşinyan da hakimiyyətdə olan və hakimiyyətin məsuliyyətini daşıyan biri kimi. Çünki müxalifətin belində yumurta yoxdur da, yəni daha rahat danışa bilir, daha uzundan danışa bilir. Real hakimiyyətə gələnə qədər nə qədər istəyirsiniz danışır. Heç bir məsuliyyət yoxdur. Hə, məsuliyyət yoxdur. Amma Paşinyan bilir ki, bu danışmaq Ermənistan dövlətinin adına danışmaqdır və bunun geosiyasi, hərbi nəticələri var. Bu baxımdan Paşinyan hakimiyyətdə olan bir lider kimi də, bir siyasətçi kimi də həm də Azərbaycandan ciddi məğlubiyyət almış bir lider kimi də bu məsələyə daha diqqətli, daha məsuliyyətli yanaşma ehtiyacı və zərurəti hiss edir. Çünki bu, həm Ermənistan dövləti üçün, Ermənistan həm də Ermənistan siyasəti üçün və ya xüsusən hakimiyyəti üçün çox böyük fəsadlar özündə ehtiva edir. Ümumiyyətlə, Ermənistan daxilində Paşinyana yönəlik yanaşmaya da baxsa, bu Paşinyanın özünün və ailəsinin fiziki olaraq məhvini də ehtiva edə biləcək bir məqamdır. Dolayısıyla məsuliyyətli davranması, sülh çağırışı eləməsinin bir motivi bundan irəli gəlir. Müharibənin alternativinin nə qədər faciəvi nəticələr doğura biləcəyindən doğan. Bu birinci məqam. İkincisi, Paşinyanın son dövrlər, yəni bu günlərdə bu istiqamətdə sizin biraz əvvəl verilişin başında ifadə etdiyiniz formada açıqlama verməsi əslində mövcud konjunkturadan da qaynaqlanır. Bu konjunkturanın bir istiqamətini Rəşad bəy dedi, seçki kampaniyasının bir parçası kimi. Amma digər konjunktura da ondan ibarətdir ki, bu günlər Ermənistan baxımından həm də Şuşanın nəticələrinin, Şuşa məsələsinin yenidən müzakirəyə açılması məsələsidir. Orada tez-tez o revanşist qüvvələr içərisindəki qruplar, ondan sonra Ermənistanın 8-9 maydakı Şuşaya ələ keçirməsini, işğal etməsini tez-tez xatırladırlar. Oradan bugünə referans edirlər iki tərəfdəki. Bax, görürsünüz, bizim dövrümüzdə Şuşanı biz aldıq. Bunu vurğulayıb Paşinyanı küncə sıxışdırmaq şəklində ifadə eləməyə çalışırlar. İkincisi, yəni o vaxt almışıq, yenə alarıq duyğusunu, hissiyatını belə canlı tutmağa çalışırlar və bu çərçivədə Paşinyanı sıxışdırmağa çalışırlar. Həm də bu günlərdə İkinci Dünya müharibəsi kontekstində baş verir və orada da bu revanşist yanaşma
son Qarabağ müharibəsindəki vəziyyəti də bir şəkildə Azərbaycanla əlaqələndirmək istəyir. Məsələn, o revanşist qüvvələrin ən önəmli ideoloqlarından və ən ciddi qurumlarından hesab edilməsi gərəkən erməni katolikosu 2-ci Qarayegin açıqlama yapıb şeylə bağlı, 9 may ilə bağlı bəyanat verib. 9 may bəyanatının 5 abzasının üçündə hərrədi fırladı məsələni gətirib arsaq deyə onun üstünə. Oradan bütün hər şeyi gətirib ona bağlamağa çalışır. Bu çərçivədə əslində və bu birinci, buradan da sanki bizi bir şəkildə faşizmlə əlaqələndirmə cəhdləri var. Bu şey. İkinci tərəfdən də bunu fürsət bilərək erməni təbliğatı bir şəkildə gətirib məsələni bağlayır. 41-45-də o veteranlara yönəlik güya Qarabağda Azərbaycan oradakı o abidələri sökür, filan eləyir. Onunla bağlı məsələni bir də gətirib bir şəkildə ora bağlayıb bu mənzərə üzərindən məsələni qaşımağa çalışır. Burada sülh istəmə motivi, yəni sülh istəmə motivi həm də Paşinyanın açıqlamaları, həm də ona cavabdır. Təbii ki, burada bir başqa məsələ var. Mesajın bir hissəsi də, Paşinyanın məsələsinin bir hissəsi Azərbaycanadır. Çünki Azərbaycan son dövrlər haqlı olaraq Ermənistan silahlanması, revanşist qruplar, Paşinyanın son 5 ildir müxtəlif zigzaqları fonunda açıqlama verir ki, siz deyəsən sülh istəmirsiniz, müharibə istəyirsiniz. Yəni, bu əslində açıqlama bir də Azərbaycana yönəlir ki, biz müharibə istəyirik. Bütün bunlar təbii dediklərim Rəşad bəyin o cizdiyi mənzərənin geri qalan hissəsidir, mənim tərəfimdən görünən hissəsidir. Yəni, bütünlükdə mənzərəni belə təsvir etmək olar. Aydındır. Rəşad bəy, Moskvaya getdi Paşinyan. Baxmayaraq ki, suallardan qaçırdı, gedəcəyini və ya getməyəcəyini elan etmirdi. Moskvaya getdi bir gün qabaq. Bunun da səbəbin zəhmət olmasa deyərsiniz. Niyə bir gün qabaq getməyə çalışdı və bunu reallaşdırdı? Belarus prezidenti ilə görüşdü, Lukashenko ilə, hansı ki, belə el dili ilə desək, Lukashenkonun bir dönəm ona demədiyi söz qalmamışdı. Görüşdü, münasibətləri istiləşdirməyə çalışır. Eyni zamanda Putinlə də çox isti bir münasibət qurmağa cəhd göstərdiyini biz kənardan bir tamaşaçı olaraq müşahidə edirik. Bəlkə də belə deyil, amma müşahidələrimiz onu deməyə əsas verir. Doğrudan da qələbə paradı həvəsi ilə ora getdi, amma bunu da deyə bilmirik. Çünki erməni hərbçilər orada iştirak eləmirdi paradda. Bir dənə Paşinyan idi. Yoxsa onun məqsədləri var idi Moskvaya gedib müəyyən görüşlər keçirtmək üçün? Mən cavab verəcəm buna. Qısa bir şey deyim, bayaqki fikrimlə bağlı. Mən Ermənistan sülhə hazır deyil deyəndə, bunu nəyə əsasən dediyimi qısa olsa deyim. Birincisi, ona görə Ermənistan özü bu və ya digər şəkildə ola bilər ki, sülh istəsin. Amma bu günləri Ermənistanın müstəqil qərar qəbul etmək imkanlarının olmaması, Ermənistan üzərində təsir imkanı olan bu və ya digər ölkələrin hələ də çox təəssüf ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin gərgin qalmasını, özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün bir fürsət olaraq görmələri Paşinyan bu istiqamətdə real addımlar atmağa imkan vermir. Biz quru bəyanatlara şahidlik eləyirik. Yəni, bu günə qədər hələ də konstitusiya dəyişikliyi həyata keçirilmirsə, hələ də qondarma rejim Ermənistan ərazisində fəaliyyətini davam etdirirsə, o rejimin təmsilçiləri ilə ayrı-ayrı ölkələrdən gələn Fransalı deputatlar, Kanadadan gələn nümayəndə heyəti və s. görüşü təşkil olunursa və həmin qrup hələ də Ermənistan xüsusi xidmət orqanının rəhbəri tərəfindən kurasiya olunursa, deməli ki, Ermənistana hələ ki bu istiqamətdə konkret real addımlar atmağa imkan yaradılmır. O ki qaldı indi dediyimiz suala. Paşinyan təbii ki tərəddüd eləyirdi, yəni gəlməkdə tərəddüd eləyirdi. Çünki Avropa İttifaqına üzvlük proseduruna başlayan bir ölkə, Avropa İttifaqının bütün çağırışlarına ora getməməklə bağlı konkret çağırışlar var idi. Kaya Kallasın çağırışı var idi, digər çağırışlar var idi. Bütün bunların fonunda getməkdə bir tərəddüdü var idi. Amma Azərbaycan prezidentinin getməməsi artıq dəqiqləşəndən sonra, yəni bu təqribən biz bilirik ki, ayın 7-sində artıq məlum oldu ki, Prezident İlham Əliyev iştirak eləməyəcək. Ondan sonra bu həmin məqamdan da istifadə etmək üçün Rusiyaya gedib, belə deyək, özünə yeni düşmən, yeni deməyək, belə deyək də, Rusiya tərəfindən gələn təzyiqləri bu və ya digər şəkildə neytrallaşdırmaq üçün bu səfərə getdi. Çünki səfər öncəsi nə baş verdi, baxaq. Səfər öncəsi, deməli, Simonyanın konkret açıqlamaları var idi. Rusiya səfiri ilə görüşdən çıxandan sonra
Kapenikdən görüşdən çıxandan sonra Rusiyanın ünvanına çox sərt mövqe ortaya qoydu və Rusiyanı Ermənistan ərazisində hibrid müharibə aparmaqda günahlandırdı. Köçəryanı Rusiyanın cəsusu olmaqda günahlandırdı. Bu fonda Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində çox sərt təpki verildi buna. Yəni münasibətlər birdən-birə daha da kəskinləşməyə doğru gedirdi və xüsusən də Lavrovun Ermənistana səfər edəcəyini bəyan etməsindən sonra təbii ki, Lavrov gəlirsə artıq əvvəlki dövr deyil, konkret tələblər ortada olacaq. Bu tələblər də mövqeyi dəqiqləşdir tələbi olacaq. Bunun ardınca iqtisadi rıçaqlar məsələsi ortaya gələ bilər. Hansın ki, Rusiya tez-tez belə deyək, səsləndirir. Yəni Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqında üzvlüyünün bir araya sığmadığı ilə bağlı mövqe ortaya qoyulub. Bütün bunları nisbətən də olsa yumşaltmaq üçün Paşinyan bu səfərə getdi və həmin səfər çərçivəsində o cümlədən də Belarus prezidenti ilə yaxınlaşma cəhdləri də həmin o yumşaltma üçün atılan addımlardır. Yəni Belarus prezidentinin Putinə təsir imkanlarını bu verdiyi şəkildə kifayət qədər yaxşı bilir Paşinyan və o da bilir ki, təkcə paradda gəlib iştirak etməklə münasibətləri əvvəlki qaydada belə deyək, bərpa etmək mümkün deyil. Hansısa formada digər imkanlardan da istifadə etmək lazımdır və Paşinyan da belə deyək, maksimum şəkildə hələ ki Ermənistanın Rusiyadan iqtisadi asılılığı qaldığı bir vaxtda, hələ ki Qərbin böyük ölçüdə Ermənistanın iqtisadi təhlükəsizliyini təmin etmək imkanında olmadığı və yaxud da bunun üçün real belə deyək, yolların olmadığı bir vaxtda indi Rusiya ilə tamamilə üzülüşmək istəmir, maksimum vaxt udmaq istəyir, maksimum şəkildə hələ ki iki stulda otura bilməyi özü üçün təmin etmək istəyir. Ona görə də bu belə deyək, paradı, səfəri dəyərləndirdi və həmin tədbirdə də iştirak etdi. Maraqlıdır, istədiyini ala bilir bu görüşlərdən. Həm Belarus, həm də Rusiya prezidenti ilə görüşlərdən söhbət gedir. Burada sual çıxır ki, nə istəyir? Aha. O zaman, yəni geosiyasi, yəni bu cür görüşlər yəni nəyinsə ciddi bir alver, pazarlıq, nəsə bir şey olmadı və ya arxasında geniş bir hazırlıq olmadan nəyinsə alınması və ya nəyinsə verilməsi ilə bağlı nəsə konkret nəticələr ortaya qoymuş. Sadəcə siyasi ab-havanı dəyişmək baxımından bir anlam ifadə edə bilər bu açıqlamalar. Paşinyanın Rusiyadan istəyə biləcəyi bugünkü konjunkturada çox şey də yoxdur əslində. Yəni istəyəcəyi şeylər Rusiyanın verə biləcəyi şeylər deyil. Yəni istəyəcəksə ki, tutaq ki, Rus ordusunun ölkədəki hərbi mövcudluğu ilə bağlı müzakirələr filan. Zaten onun Zvartnovdan çıxartdılar. İran Rusiya sərhədindən, Ermənistan sərhədindən çıxıb. Ondan sonra önümüzdəki dönəmdə məsələyə yəqin ki, Türkiyə ilə sərhəddən çıxarması məsələsi də gündəmə gələ bilər və sonra 102 hərbi baza filan bu məsələlər onsuz da güncəldə aktualdadır. İndi bu seçki kampaniyasının da əsas parametrlərindən biri olacaq deyə düşünürəm. Amma örtülü şəkildə. Gələk Paşinyanın getməyi ilə bağlı məsələnin digər hissəsinə. Qərbdən təzyiqlər var idi, amma eyni zamanda dünyadakı geosiyasi mənzərə də Ermənistanın əleyhinə müxtəlif tendensiyalar özündə etib edir. Məsələn, qərbdəki tendensiyanı iki istiqamətdə baxa bilərik. Amerikanın da Biden administrasiyasının hakimiyyətdən demokratların getməyi, Trump administrasiyasının gəlməyi ümumi mənada həm demokratların hakimiyyətdən getməsi baxımından, həm də Biden administrasiyası olaraq Bidenin yerinə Kemal Davis'in gələ bilməsi filan. Bunlar Ermənistan hakimiyyəti üçün mövcud şəkillərdə belə deyək, sarı siqnallardır. Yəni yaşıl, sarı, qırmızı deyə kateqoriyası sarı siqnallardır. Nə mənada? Çünki demokratlarla Ermənistan arasında ənənəvi yaxın münasibətlər var. Hər erməni diasporası ilə də yaxın münasibətlər kontekstində bu önəmlidir. Biden administrasiyası xüsusən bunun ən önəmli nümunələrindən biri idi. Yəni son dövrlərdə, son 30 ildə bəlkə ən erməni pərəst yanaşmanı ortaya qoyan bir administrasiyadan bəhs edirik bu mənada. Təbii ki, bunun getməyi Amerikalıların getməyi, üstəlik Amerikalılar mövcud Trump administrasiyasının qlobal mənada və regional mənada Rusiya ilə konfrontasiyadan vaz keçməyə çalışdığı, bunu yumuşaq desək, bunu yumuşatmağa çalışdığı bir dövrdür.
Yəni Biden administrasiyası Rusiya ilə geniş konfrontasiya eləyəndə Paşinyanın onun yanında durması və ya Paşinyanın Rusiya əleyhinə müəyyən açıqlamalar verməsi ya da Rusiyadan məsafə qoymağa çalışması arxasında bir Amerika dəstəyi özünə gətirə bilər, gətirirdi və bunun bir siyasi dividendi vardı, bunun bir geosiyasi plusu vardı. O plusları Ermənistan maksimum istifadə eləməyə çalışdı. Ancaq indi Trump administrasiyası o qədər ermənipərəst deyil, daha balanslı davrana bilər. Hətta zaman-zaman Azərbaycanla, gələndən sonra Azərbaycanla münasibətlərdə pozitiv mesajlar verməyə başlayıb. Bu da işin bir tərəfi. Yəni hətta Azərbaycan artıq müəyyən spekulativ informasiyalardır, amma ABŞ, Azərbaycan, İsrail arasında üçlü müqavilə ehtimalları belə müzakirə edilməyə başlayıb. Bu təbii ki, Paşinyanın təbii ki, Ermənistanın arzu etmədiyi bir şeydir ki, burada artıq Cənubi Qafqazda ABŞ daha çox stavkanı Azərbaycana qoyacaq, bu bir. İkinci motiv ondan ibarətdir ki, ABŞ-ın proseslərinə də paralel olaraq eyni zamanda Avropa Birliyi içərisindəki müxtəlif siyasi proseslərlə birlikdə orada da Rusiya ilə münasibətlərə monolit baxılmamaya başlayıb. Macarıstan, Slovakiya, qismən İtaliya və başqa ölkələr yavaş-yavaş bu məsələ ilə bağlı çatlaq səslər çıxmağa başlayır. Ondan sonra eyni zamanda açıq şəkildə Bidenlə bərabər Rusiyaya qarşı prosesin bir parçası olan ölkələrdə siyasi sarsıntılar baş verir, müəyyən hakimiyyət dəyişiklikləri baş verir. Bunlar, başda Almaniya olmaq üzrə bilən, bunlar təbii ki, Paşinyanın qərbdəki ikinci havadarı ilə bağlı da sual işarəti yazır. Üstəlik, son dövrlər bu havadarlar içərisində Fransanın xüsusi qeyd eləmək lazımdır. Fransanın son dövrlər qlobal siyasətdə yaşadığı müxtəlif məğlubiyyətlər, müxtəlif geosiyasi geri çəkilmələr də Fransanın ən iddialı olduğu Afrikada, ən iddialı olduğu Asiya coğrafiyasında müxtəlif negativlər qarşılaması təbii ki, Paşinyan hakimiyyətində də müəyyən sual işarətlər yadırır ki, bu öz güclü olduğu mövqeylərdə ciddi yenilik yağdırır. O qədər də güclü olmadığı Cənubi Qafqazda mənə nə qədər dəstək verə bilər? Bu da bir sual işarəti yaradır. Təbii ki, bu da nəyə gərəkdirir? Üstəlik, Çinlə məsələnin Çin istiqaməti də var ki, o Paşinyanın səfəri sırasında həm də Çinlə görüşmə fürsəti də yaxalayır. Orada iştirak edərək Rusiya ilə gərginləşən münasibətləri bu konjunkturada yumşatma, müəyyən mənada Çinə çıxışla bağlı müəyyən bir yaşıl işıq vermək ki, bax mən, çünki orada artıq belə bir şey formalaşmaya çalışır. Çin, Rusiya, İran, belə bir mənzərə də formalaşmağa başlayır. Orada belə yumuşaq yanaşmağa çalışacaq bir həmlə kimi gördü deyə düşünürəm genel mənzərə içərisində. Razısınız siz Rəşad bəy, Nazim bəyin dediklərindən? Təbii ki, razıyam. Və əks argumentlər var. Xüsusən də Çinlə bağlı deyim, təbii ki, o da bir fürsət idi. Yəni Paşinyan kifayət qədər yaxşı bilirdi ki, Çin lideri də oradadır və xüsusən də Azərbaycan prezidentinin Çinə səfəri, Çinlə Azərbaycan arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi və s. və ilaxır məsələlərdə Paşinyan özünü buradan kənarda saxlaması özü üçün arzu olunan bir şey deyildi və ona görə də hansısa yolla biz də bu münasibətlərdə varıq, biz də sizlə Cənubi Qafqazda tərəfdaş ölkə qismində çıxış eləyə bilərik və s. mesajını vermək üçün də amma görüşmədilər. Təbii ki, biz... Amma heç əl görüşü də olmadı. Fikir verdiniz, o videonu gördünüz siz? Mən gördüm o videonu, amma məsələ burasındadır ki, sonraki məlumatlarda qeyri-rəsmi bir görüşün baş verməsi ilə bağlı da xəbərlər getdi. Nə qədər, belə deyək, dəqiq xəbərlərdir və yaxud da nə qədər şişirdilmiş xəbərlərdir, bu təbii ki, bilinəcək paraddan sonra geniş reportajlarda. Amma hər halda Paşinyanın istəkləri içərisində, Nazim mənim dediyi kimi, o da var idi ki, bu və ya digər şəkildə yeni kontaktlar yaratmaq və özünü, belə deyək, həm Rusiya ilə münasibətləri loyallaşdırmaq və yumşatmaq, həm də özünü digər növbəti mərhələdə gələ biləcək təhlükələrdən qorumaq. Burada bir şey də əlavə edir. Məsələn, burada iki məsələ var. Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki təməl dinamika belədir. Təxminən yüksəlir, gərginlik, sonra düşür,
bu yüksəlmə və düşmə ərəfəsində Rusiyanın Ermənistandakı imkanlarına yönəlik müxtəlif həmlələr edilir, müxtəlif şeylər alınmağa çalışılır, sonra bir daha yüksəlir, sonra bir dəfə enir. İndi gərginliyin endirilməsi. İndi gərginliyin endirilməsi mərhələsidir və bunu gərginliyin yüksəldilməsi mərhələsi özündə götürəcək hansı kontekstdə? Burada məsələn biz Ermənistandakı konstitusiya dəyişikliyi məsələsini öz haqlı olaraq öz perspektivimizdən baxırıq. Amma məsələnin iki istiqaməti daha var. Birinci istiqamət ondan ibarətdir ki, o konstitusiyada Paşinyanın istədiyi, daxili siyasətlə bağlı istədiyi bəzi məqamlar var. Bunlardan biri uzun müddətli Paşinyanın gündəmə gətirmək istədiyi bir məsələ var. Baş nazir statusunu yarı prezident üsul idarəsinə çevirə bilirmiyim? Yəni özümdə prezident olum, bu şəkildə yəni Fransadakı modelə bənzəşən və ya onun müəyyən ştrixlərini özündə ehtiva edən bir şey eləmək. Bu uzun müddətli Paşinyanın belə deyək də daxili gündəliyindəki əhəmiyyətli məsələlərdən biridir. Zaman-zaman Paşinyana yaxın qruplar bu məsələni ekspertlər bunu gündəmə gətirirlər, bir nəbz yoxlayırlar, sonra geri çəkirlər, cəmiyyəti buna alışdırmağa çalışırlar. Bu məsələnin konstitusiya dəyişikliklərinin bu hissəsi də var. İkinci hissəsi mənim hələ ki dilləndirilməyib, amma bu mənim ehtimalımdır, mənim ehtimalımdır. Yeni konstitusiya məsələsi gündəmə gələndə, yəqin ki o konstitusiya məsələsində bu seçki kampaniyasının bir parçası olacaq yəqin ki. Çünki bununla bağlı müəyyən məsələ, hətta parlament seçkilərindən eyni tarixdə də bir referendum keçirilə bilər. Orada istifadə edilən Ermənistanın bloklara qoşulmayan ölkə statusu ilə bağlı müzakirələr başlaya bilər. Və bunun da əslində mahiyyəti Rusiya qoşunları buradan çıxsının diplomatik, siyasi şeydir. Bu iki məsələnin də gündəmə gələcəyini düşünürəm, ikinci konstitusiya prosesi içərisində. Bu təbii ki, Rusiya ilə Ermənistanla münasibətləri biraz əvvəl dedik, münasibətlərin gərginləşməsinə xidmət edən bir tendensiya olacaq. Çünki Rusiya bunu istəmir. Hə, təbii ki, istəməyəcək və onun öncəsində biraz məsələni yumuşatma, biraz daha məsələni rahatma. Məsələn, tam da bu dövrlər Rusiya ilə münasibətləri yumuşadırkən Armen Qurqaryan açıqlama edir ki, ona bir sual üzərinə vermişlər ki, Rusiyanın vasitəçiliyi Azərbaycan edilməsi. Demişdi ki, biz Rusiyanın vasitəçiliyinə artıq ehtiyac duymuruq. Çünki Azərbaycanla Ermənistan arasında ikili münasibətlər gedir birbaşa və bunlar daha məhsuldardır. Orada da bir müəyyən məsafəli bir mənzərənin ortaya qoyulduğunu görürük. Yəni Paşinyanın münasibətlərin loyallaşdırmasının, yumşaltmasının arxasında dayanan səbəbləri biri də elə məhz o seçki prosesidir. Başa düşürsünüz? Yəni Ermənistanda Paşinyan müxalifəti kimdir? Hamısı %90 Rusiyaya bağlı, istəyir kilsə olsun, istəyir partiyalar olsun. Rusiyaya bağlı və əsasən Rusiya tərəfindən idarə olunan qruplardır. Və bir dəfə də bu hadisə baş verdi. Xatırlayırsınızsa, o keşiş hərəkata başlayanda, Tavuş hərəkatına, ən pik mərhələsində mənim dediyi o yumşalma addımları atıldı Paşinyan tərəfindən. Rusiyaya qarşı tədbirlərdə iştirak başlanıldı, indiyə qədər getmədiyi görüşlərə getmək məcburiyyətində qaldı və nəticədə müxalifət müəyyən müddətə geri çəkildi öz mövqələrindən. Yəni Rusiya tərəfindən onlara bir stop komandası verildi ki, adam artıq gəlib, danışıqlara başlamışıq, hələ ki dayanır. Və indi də növbəti mərhələdə nələrin olacağını Paşinyan hakimiyyəti kifayət qədər yaxşı hesablaya bilir. Yəni başa düşür ki, ölkədə gərginlik yarada biləcək əsas qüvvə Rusiya bağlı olan qüvvələrdir. Və o baxımdan Rusiya ilə münasibətlərin yumşatmaq istəməsinin arxasında dayanan səbəblərdən biri də Rusiyanın seçki dövründə təsir imkanlarından istifadə etməməsinə nail olmaqdır. Amma təbii ki, Rusiya da kifayət qədər bunları yaxşı bilir. Paşinyan hansı addımlar ata biləcəyini və oynadığı rolu da kifayət qədər indiyə qədər yaxşı təhlil edib. Təbii ki, bütün bunlar Rusiya üçün belə deyək, bir görüntü olmayacaq. Hətta onun paradda iştirakı da belə xüsusi olaraq ona əlavə imkanlar yaratmayacaq. Düşünürəm ki, yaxın dövrdə biz xüsusən də Lavrovun əgər səfəri baş tutacaqsa, həmin səfərdən sonra Rusiya tərəfindən konkret Ermənistan qarşısında konkret şərtlərin qoyulduğuna şahidlik eləyəcək. Bəs əməl eləməsə Ermənistan buna? Əməl eləməsə, bilirsiniz, bu günə qədər Rusiya ilə Ermənistan arasında Ermənistanın bütün o demarşlarına baxmayaraq, bütün belə deyək, anti-Rusiya
mövqeyi ortaya qoymasına baxmayaraq, münasibətlər ona görə qopmurdu ki, hər ikisi bir-birindən faydalanırdı. Yəni, bu sir deyil ki, Ermənistan sanksiyaların dəlinməsində Rusiyaya əsas, belə deyək, rol oynayan, əsas dəstək verən ölkələrdən biridir. Yəni, Rusiya ilə Ermənistan arasında nə baş verdi ki, ticarət dövriyyəsinin həzmi birdən-birə hansı səviyyəyə gəlib qalxdı? Təbii ki, burada həmin o sanksiyalardan yayınmaq üçün oynanılan oyunlar öz effektini verirdi və Rusiya da bu sərf eləyirdi. Yəni, nə qədər ki, Ermənistan hakimiyyəti dedikləri ritorikadan o yana keçmir, nə qədər ki, Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeyi Rusiyanın maraqlarına, qırmızı cizgisinə xələl gətirmir, Rusiya bunu davam etdirirdi. Amma əgər sən Avropa İttifaqına üzvlük proseduruna başlamağa start verirsənsə, bununla bağlı parlament layihəni təsdiqləyirsə, bununla bağlı ölkənin prezidenti həmin qanunu təsdiqləyirsə, artıq Rusiya tərəfi iqtisadi maraqları, onsuz da Amerika Birləşmiş Ştatları ilə bu günləri Rusiya arasında aparılan danışıqlarda əsas müzakirə mövzusundan biri Rusiyaya qarşı olan sanksiyaların aradan qaldırılmasıdır. Hətta dünən verilən məlumata görə son görüşdə müzakirə olunan məsələlərdən biri də Rusiya qazının yenidən Avropaya nəql imkanlarının müzakirə edilməsi ilə bağlı olubdur. Yəni, bütün bunların fonunda artıq Ermənistan kimi o rıçaqların, belə deyək, sanksiyaların dəlinməsində istifadə olunması artıq Rusiya lazım deyil. Ona görə də birbaşa iqtisadi rıçaqlardan istifadə edə bilər. Yəni, nə edə bilər? Çox şey edə bilər. Enerji ötürülməsini dayandırsa, nə bilim, qazın verilməsini dayandırsa, elektrikin verilməsini dayandırsa, bugün Ermənistan tələbatını ödəyən qida məhsullarının %70-i Rusiya vasitəsilə göndərilir. Yəni, bunlarla bağlı problemlər ortaya çıxsa, avtomatik olaraq bu Ermənistan iqtisadiyyatına çox böyük təsir göstərəcək və bu seçki qabağı baş versə isə, bu əhalinin birbaşa mövcud hakimiyyətin üzərinə qaldırılmasına bu və ya digər şəkildə rol oynaya bilər. Ona görə də təsir imkanları əslində Rusiyanın kifayət qədərdir. Nə qədər istifadə edəcək və yaxud da Paşinyan hakimiyyəti, belə deyək, Rusiyanın maraqlarına nə qədər ciddi zərər vuracaq qədər irəli gedəcək, bunu təbii ki, zaman göstərəcək. Mən sizdən istəyəcəm, yəni əlavəniz varsa edək və bu mövzunu burada yekunlaşdırıb digər məsələyə keçək. Burada iki şey var. Rusiyada, yəni bu şeylə bağlı. Paşinyana, yəni Ermənistan siyasətində bugünkü mənzərə elədir ki, müxalifətdə xalqdan ciddi dəstək ala bilən bu Paşinyanın bu qədər məğlubiyyətinə, ondan sonra daxili siyasətdə yetərincə uğurlu alternativ yoxdur. Yəni bu Rusiyanın ən önəmli məsələlərindən biridir. Digər tərəfdən Moskvada Rusiyanın Cənubi Qafqaz siyasətində ağ və qara yox və ya ənənəvi ermənipərəst siyasət və ya Ermənistanda onu yıxıraq, bunu gətirəkdən daha çox kim bizim işimizə nə qədər yarayır, kimin pragmatik yanaşma var. Paşinyan da yetərincə pragmatik istəyir. Yəni bugün Fransa ilə, sabahlarımı Türkiyə ilə, o birisi gün Azərbaycanla, bir başqa gün Amerika ilə, bir başqa gün Çinlə, bir başqa gün də Rusiya ilə çox rahat pazarlığa gedə biləcək bir pragmatizmə, əsnəkliyə sahibdir. Dolayısıyla bu çərçivədə Rusiya üçün də gərəkdiyində uyğun fiqur ola bilər bu çərçivə içərisində. Düşünürəm ki, bu iki faktor da Rusları, yəni Paşinyana yönəlik sərt mövqeyi və ya yanaşmanı, yəni mən kəskin bir şey gözləmirəm. Məsələn, ki, Rusiya Paşinyanın kimsə dəstəkləyər. Üstəlik, Koçaryan, Sarkisyanın dəstəklənməsinin Rusiyaya bölgədə siyasi maliyyəti oldu. Yəni, Ermənistanda Sarkisyanı dəstəklədi açıq-açıq və Sarkisyanı xalq götdü hakimiyyətdən atdı, Paşinyan getdi. Bu özü də, yəni, artıq bir mənalı şəkildə kimisə dəstəkləyib o hakimiyyətə gəlsin deyil. Yanukoviç Ukraynada dəstəklədi, sonra hakimiyyət götdü, meydandan atdı. Ondan sonra tam başqa bir mənzərə çıxdı. Yəni, dolayısıyla və ya Gürcüstanda İvanaşvilini dəstəklədi, ondan sonra yerinə gələn İvanaşvili və ya ondan sonraki hökumət yenə Avropa Birliyinə müəyyən münasibətlər içərisinə girməyə çalışdı. Sonra orada da, yəni, tam istənilən mənzərə çıxmadı. Yəni, tərəflər bəzən açıq-açıqca mənim namizədim filan kəsdir. Cendən də qaçınırlar. Paşinyana yönəlik Ermənistan, Rusiyanın yanaşmasında məncə bu şey özünü göstərir.
Paşinyan da bu verilən zaman biraz əvvəl qeyd edilən mesajlarından əslində o mənzərəni göstərməyə çalışır ki, mən hamı ilə əməkdaşlıq eləməyə hazıram. Yetər ki, qarşılıqlı maraqlarımız uyğun gəlsin. Bu kontekstdə düşünürəm ki, yəni mən Rusiyanın Paşinyanla əməkdaşlıq eləməyə davam edə biləcəyini çox düşünürəm. Orada çünki baxacaq sahədə Paşinyan yetərincə digərlərlə müqayisədə güclüdür. Onun üzərindən hərəkət eləyəcək. Yəni, kimsə qabağına keçərsə Paşinyanın, onda ona qismi dəstək verə bilər, amma açıq olmayacaq o dəstək. Yəni, Rusiya kifayət qədər yaxşı bilir ki, bu günləri dəstəklədiyi qüvvələrin heç biri kütləni, böyük kütləni arxasınca aparıb Paşinyanı hakimiyyətdən devirəcək gücdə deyil. Ona görə də Rusiyanın Ermənistan müxalifətinə dəstəyi ancaq Paşinyanı təzyiq altında saxlayıb, onun qırmızı cizgiləri keçməməsinə yönəlik. Hətta bir cümlə deyim, çox paradoksal olacaq, amma bir cümlə ilə burada mən də şey deyim, bir cümlə ilə. Hətta sizə belə bir şey deyim. Paşinyanın kitləsi elədir ki, Rusiyadan Paşinyan əleyhinə açıqlamalar gələndə Paşinyanın kitləsi mobilizə olur, səfərbər olur və ondan sual işarəti yaranlar da gedib onun ətrafına olur ki, bu Rusiya söydü. Çünki adamlar qərb yönümlü olanda, Rusiya əleyhdarı olanda filan deyirlər ki, deyəndə deyirlər ki, Rusiya Paşinyanı tənqid eləyir, demək ki, biz bunu dəstəkləməliyik. Ən uyğun profil kimi. Əslində zaman o gərginləşmənin bir motivi də odur daxili siyasətdə. Əlavəniz varsa deyin, yoxsa mən Hindistan-Pakistan münasibətlərinə keçmək istəyirəm. Çünki həftənin əsas hadisələrindən biri də məhz bu oldu. Düzdür, gözlənilirdi. Yavaş-yavaş ehtimallar artırdı ki, bu iki ölkə arasında müharibə başlayacaq. Hindistan gözlənilmədən bunu reallaşdırdı. Pakistana hücum edildi, insanlar dünyasını dəyişdi. Ondan əvvəl Pakistana gedən su bəndini bağlamışdı. Bu da böyük bir problemə gətirib çıxartmışdı. Amma qarşılıqlı fəaliyyətdə bulundular. Bitdi. Proses sanki dayanıb. Amma Hindistan deyir ki, biz geri çəkilməyəcəyik. Pakistan hərəkət eləsə, biz daha güclü hücumu reallaşdıracağıq. Birdən-birə nə baş verdi Hindistan-Pakistan arasında? Baxın, məsələ təbii ki, təkcə Hindistanın nəzarətində olan bir ərazidə baş verən terror aktı deyil. Yəni, 47-ci ildən üzübəri artıq dəfələrlə danışılıb. Yəni, Kəşmir məsələsi üzərində bu iki dövlətin bir-biri ilə gərgin münasibətləri zaman-zaman bu cür döyüşlərə gətirib çıxarıb. Yəni, bu da Britaniyadan qalan bir xatirə. Bəli, yəni bu 5-ci, 6-cı dəfədir ki, tərəflər açıq şəkildə konfrontasiyaya gedib bir-birinə zərbələr endirmək həddinə qədər gəlib çatırlar. Son dəfə 2019-cu il idi, eyni hadisə baş verdi. Yəni, yenə də Hindistan Pakistanın ərazisində olan hansısa terror qruplaşmasını Hindistan ərazisində terror həyata keçirməkdə günahlandırıldı və bu bəhanə ilə Hindistan ərazisinə zərbələr endirdi. Pakistan ərazisinə zərbələr endirdi. Pakistan da buna cavab olaraq zərbələr endirdi. Bir neçə gün davam edən döyüşdə sonradan beynəlxalq vasitəçilərin də təkidi ilə dayandırıldı. Onda da hakimiyyətdə indi Hindistan hakimiyyətində olan Modi idi və indi də odur. Modinin özü belə deyək də, xarakterizə etsək, bir faşist təfəkkürlü, xüsusən də anti-müsəlman mövqeyindən çıxış eləyən bir şəxsdir. Şovinist düşüncə tərzi, o ideyaları daim qabardan, öz çıxışlarında, öz bəyanatlarında, atdığı addımlarda elə bir xarakterdə biridir və hal-hazırda Hindistan içərisində də nüfuzu tədricən azalmağa doğru gedir. Bu səbəbdən? Tək bu səbəb deyil, ölkənin özünün digər daxili problemləri səbəbindən də və bu günləri bu ritorikanı davam etdirib, ümumi bir düşmənə qarşı səfərbər etmək Hindistanı özünün reytinqini həm də yuxarıda saxlamaq üçün bir vasitədir. Bu məsələnin birinci tərəfidir. Yoxsa ki, sən Pakistanda hansısa bir qruplaşma sənin nəzarətində olan əraziyə neçə kilometr daxilə gəlib bir akt orada həyata keçirdibsə, sənin 1.200.000 orduvun böyük hissəsi məhz həmin istiqamətdə, necə deyərlər, yerləşir. Həmin istiqamətdə daha çox ordu cəmləşdirdiyi ölkədir Hindistan. Yəni, bütün bunlara baxmayaraq, onlar oradan keçib, gəlib bu və ya digər terror aktını həyata keçirirlərsə, bu əslində sənin orduvun nə qədər və yaxud da təhlükəsizlik qüvvələrinin nə qədər zəif olmasının göstəricisidir. Əgər səbəb bu idisə, Pakistanın dərhal beynəlxalq araşdırma ilə bağlı təklifi qəbul olunardı və problem də öz həllini tapardı. Demək ki, bu sadəcə bəhanə idi. Münasibətləri gərginləşdirmək lazım idi Hindistana və bu səbəbdən də maksimum şəkildə istifadə edərək
məsələləri dırmandırdı və indiyə qədərkindən fərqli olaraq ilk dəfə Indus su müqaviləsindən çıxdığını da bəyan etməyə qədər gəldi çatdı və bu beynəlxalq müqavilədən onun bir tərəfli çıxma hüququ yox idi ümumiyyətlə. Amma bu addımı da atmaqla bağlı bəyanatla çıxış elədi və ardınca da müvafiq olaraq zərbələr endirməyə başladı Pakistan arasında. Təbii ki, Pakistan cavab verəcəyi məlum idi, gözlənilirdi, bu cavab da oldu. Amma ortada bir məsələ var. Kənar güclər, yəni biz Pakistanın müttəfiqlərini də bilirik, Hindistanın müttəfiqlərini də bilirik. Biz Hindistanı aktiv şəkildə Amerika Birləşmiş Ştatlarının dəstəklədiyi haqqında da məlumatlıyıq və Pakistanın da regionda bir nömrəli müttəfiqinin Çin olması da məlumdur. O da məlumdur ki, Kəşmir ərazisi faktiki olaraq Çinin bir kəmər, bir yol layihəsində cənub dəhlizinin əsas segmentlərindən biridir. Və bu günləri o müharibə səbəbi ilə, yəni Hindistanla Pakistan arasında geniş miqyaslı müharibə nəticə etibarilə Hindistanın həmin o cənub dəhlizini təhlükə altına qoya bilər. Bu da o deməkdir ki, Hindistan da avtomatik olaraq bu və ya digər şəkildə proseslərə Çin bu və ya digər şəkildə proseslərə cəlb oluna bilər. Proseslərə cəlb olunması bu günləri kimin marağındadır? Ən çox Amerika Birləşmiş Ştatlarının marağındadır. Çünki Amerika Birləşmiş Ştatları Çini bu müharibəyə cəlb etməklə həm Hindistanla uzun müddətli bir müharibəyə cəlb etməklə iqtisadiyyatına təbii ki, mənfi təsir göstərəcək, ordusuna mənfi təsir göstərəcək, həm də gələcək perspektivdə Hindistan bu gün nə istəyir? Hindistan bu günləri regional yox, qlobal güc olaraq ortaya çıxmaq cəhdləri eləyir. Ordusunun sayı dünyada sayına görə 5-ci ordudur. İstehsalı artır, aqrar sektoru inkişaf eləyir və s. və ilaxır. Və bu artıq qlobal güc olaraq ortaya çıxmaq istəyir. Sabahları Çinin Amerika Birləşmiş Ştatlarına yaratdığı problemləri Hindistanın da gələcəkdə yarada bilmə ehtimalı kifayət qədər yüksəkdir. Ona görə də Amerika Birləşmiş Ştatları əgər müharibənin davam etdirilməsini belə deyək, istəyəcəksə, proseslərə müdaxilə etmədən nəticədə gələcəkdə Çinlə Hindistanı üz-üzə qoyub hər ikisinin zəifləməsini kənardan seyr edə bilər. Və hələ ki, yenə deyirəm, hələ ki, Trumpın hər iki tərəfə çağırış etməsinə baxmayaraq, amma Amerika Birləşmiş Ştatlarının rəsmi mövqeyi ondan ibarətdir ki, biz proseslərə müdaxilə etmirik. Nazim bəy, onda belə çıxır ki, bu təkcə Hindistan-Pakistan məsələsi deyil. Burada böyük güclərin Çinlə Amerika Birləşmiş Ştatlarının marağı var və bu böyük güclər necə istəsələr, elə də proses davam edəcək Hindistan-Pakistan arasında. Bir mənalı elə demək olmaz ki, yəni necə istəsə elə davam edəcək. Amma mən sualınızın birinci hissəsindən qismən razıyam ki, məsələnin sadəcə daxili, Rəşad bəyin qeyd elədiyi kimi, daxili tərəfinin xaricində, iki ölkə arasındakı münasibətlər xaricində məsələnin bir də qlobal mənzərəsi var. Bu qlobal mənzərənin, yəni niyə indi bu dəqiqə biz Kəşmiri danışırıq, bunun tarixi kökləri ilə bərabər mövcud qlobal sistemin transformasiyasının da çox yaxın əlaqəsi var. Hal-hazırda mövcud beynəlxalq münasibətlər sistemi köhnə sistem dağılır, yeni sistem tam formalaşmayıb, kimin kim olacağı bəlli deyil. Bu istiqamətdə çox qütüblülük müzakirələri gedir. Hətta Qərbin ən önəmli intellektual, stratejik düşüncə platformalarından biri olan Münhen Təhlükəsizlik Konfransının bu ilki mövzusu çox qütüblülük konteksti üzərinə oturmuşdu. Yəni, təbii ki, köhnə sistemdən yeni sistemə keçərkən orada institutlar, qaydalar, hüquq mexanizmaları, köhnə davranış qəlibləri sarsılır, işləməz hala gəlir. Belə olan halda bütün tərəflər burada öz gücləri ilə və özlərinin və müttəfiqlərinin gücləri ilə yeni duruma görə öz maraqlarını maksimizə eləməyə çalışırlar. Təbii ki, bu yeni duruma görə artıq davranış qalibləri, dinç hərəkət eləmə, diplomatiya, BMT və bənzəri institutların mexanizmaya daxil edilməsi işləməyəndə orada istər-istəməz məsələ gəlir real güc faktorlarına, münaqişələr və bu proseslərdə münaqişələrin istifadə edilməsinə. Hindistanla Pakistan arasında zaten belə bir münaqişə var. Bu mənada Hindistanla Pakistan bu kontekstdə tartışmaları qlobal sistemin transformasiyası ilə,
əlaqəlidir. Yəni bunun bu perspektivdən baxsaq, Rusiya-Ukrayna müharibəsinin baş verməsindən, ondan sonra Qəzzadakı hadisənin baş verməsindən mahiyyət etibarilə fərqlənməyən bir beynəlxalq münasibətlər sarsıntısı. Sadəcə bu harada baş verir? Asiyada. Hələ biz Asiyada Kəşmirdən sonra bir Tayvan söhbəti də, o da aktuallaşacaq, onu da görəcəyik. Bu bir. İkincisi, qlobal sistemin mərkəzi daha əvvəl Avro-Atlantik olaraq karakterizə edədiyimiz bir coğrafiya idi. İndi bu beynəlxalq münasibətlərin mərkəzi Asiya-Pasifik ya da Asiya Sakit Okean hövzəsinə transformasiya olur. Transformasiya olur və biz oradakı gərginliklərin beynəlxalq gündəmə daha çox gəldiyini görürük. Buradakı gərginliklər böyük güclərin, xüsusən Amerikanın bölgəyə müdaxiləsini təşviq edən bir məqam. Məsələn, xırda bir məqamı burada qeyd edeyim. Məsələn, Hindistan, Pakistanla neynədir? Fransız təyyarələrini və Rus təyyarələri ciddi orada Pakistan qarşısında ciddi məğlubiyyət aldı, ciddi tələfat verdi. Düzdür. İndi önümüzdəki dönəmdə biz Hindistanla Amerika arasında hərbi əməkdaşlıq, Hindistanın hərbi hava qüvvələrini gücləndirəcək, Amerikanın müqavilərini imzalayacağını, bunun açıqlanacağını görəcəyik önümüzdəki dönəmdə. Yəni o bazara, Hindistan bazarına Amerikanın girməsi üçün bir səbəb olacaq. Üstəlik çox maraqlı bir şeydir. Bu terror aksiyası o zonada baş verdiyi dövrdə Amerikanın vitse-prezidenti Vance ailəsi ilə bərabər 4 günlük Hindistan səfərində idi. 21'i başlamışdı, 4 gündə davam edəcək. Bir də 22'sində bu hadisə baş verdi. Vance oradayken buna reaksiya göstərdi Amerika adına. Amerikanın Hindistan arasındakı münasibətlərin dərinləşməsinə nəzir və çox maraqlı bir məqam var. Bəlkə ümum siyasətdə çox görünməyən, amma tarixən var olan, indi də öz təsirini müəyyən mənada göstərən bir şey var. Müəyyən qohumluq əlaqələri filan. Hindistan vitse-prezidentinin həyat yoldaşı Hind kökənlidir. Amerika vitse-prezidentinin. Amerika vitse-prezidentinin həyat yoldaşı Usha Vance bir Hindistan migrantının övladıdır, vəkil övladıdır. Bunlar vaxtı ilə Hindistandan köçüblər və ailəcən sırasında bu məsələ Vance'in Hindistana səfər sırasında xüsusi olaraq vurgulandı, sonra vurgulandı. Ümumiyyətlə, qlobal siyasətdə Çin reallığı artdıqca qərbdə Hindistana maraq artır. Məsələn, xatırlayırsınızsa, İngiltərəli bundan əvvəlki baş naziri də Hind əsilli idi. Ondan sonra Kamala Davis də Hind kökənli idi. Demokratlardan. Yəni onda da bir Hind bağı vardı. Kamala Harris'i deyirsin. Kamala Harris'i. Hə, David hardan gəldi. Kamala Harris'i. Dolayısıyla məsələyə bu kontekstdən baxdığımız zaman Hindistan önümüzdəki dönəmdə Qərbin Çinə qarşı, xüsusən Amerikanın Çinə qarşı proseslərində fəallaşa biləcəkdir. Bu fəallaşmanın Çinə qarşı Hindistanı daha doğru bir yerə kanalizə edə bilmək üçün Hindistanın münaqişələrlə bağlı özünə müttəfiq axtarışı içərisində olması ya da var olan müttəfiqlərini artırması önəmlidir. Dolayısıyla bu Hindistan-Pakistan məsələsinin bir tərəfi də gedib bağlanacaq Amerika-Hindistan münasibətlərinin dərinləşməsinə. Bu təbii ki, Çinlə Pakistan münasibətlərinin dərinləşməsini də bərabərində götürəcək. Üstəlik bu məsələyi Çin bugün bilirsiniz Moskvadakı parad sırasında həm də paraddan əvvəl Çinlə Rusiya stratejik əməkdaşlıqlarını dərinləşdirmə qərarları aldılar. Bu təbii ki, bunda Asiya coğrafiyasındakı güc balansına və qlobal güc balansına birbaşa təsiri var. Onunla şeyləsək, burada Amerika-Hindistan məsələsi də, ittifaqı da, əməkdaşlığı da burada qarşı bir kontrbalans kimi gündəmə gələ bilər. Rusiyanın da mövqeyi maraqlıdır. Bəllidir Rusiyanın mövqeyi əslində, amma davranışları bundan sonraki mərhələ üçün maraqlıdır ki, özü müharibənin içindədir Ukrayna ilə. İndi burada Hindistan-Pakistan ocağı qalanır yenidən. Çinlə münasibətlər bəllidir. Çin də Pakistan tərəfdədir. Bəs Rusiya hansı mövqeyi seçəcək və necə bir davranış sərgiləyəcək? Rusiya üçün bu günləri Pakistanla Hindistan arasında müharibənin uzun müddətli davam etməsi və Çinin də proseslərə qoşulması heç bir halda Rusiyanın marağında deyil. Çünki faktiki olaraq Çinin həmin müharibəyə cəlb olunması Rusiya olan dəstəyi azaldacaq, bir.
İkincisi, Hindistanın özünün uzun müddətli münaqişədə olması, Hindistanda istehsalın və digər sahələrin azalmasına səbəb olacaq və Hindistan da bu günləri Rusiya qazının ən böyük alıcılarından biridir. Avtomatik olaraq buradan iqtisadi qazancını da itirəcək Rusiya. Ona görə də Rusiya düşünürəm ki, bu mərhələdə maksimum şəkildə prosesin, yəni Hindistanla Pakistan arasında gərginliyin tez bir zamanda aradan qalxmasında maraqlı olacaq. Yəni başqa mövqedən çıxış etməsi Rusiyanın özünün faktiki olaraq maraqlarına zərbə vuracaq və o baxımdan da bilirsiniz nətədir? Yəni bax, Rusiya onu yəqin ki, analiz eləyir ki, bu günləri həmin istiqamətdə müharibənin başlaması faktiki olaraq dolayısıyla Rusiya və Ukrayna müharibəsinin taleyinə də bu və ya digər şəkildə təsir eləyə bilər. Və o cür düşünmək lazım deyil ki, əgər Asiyada geniş miqyaslı bir müharibə yaranacaqsa, Çin, Pakistan, Hindistan, Amerika Birləşmiş Ştatlarının Hindistana dəstəyi müqabilində yeni bir, belə deyək, qlobal gərginlik ocağı yaranacaqsa, Rusiya üçün daha asan olacaq və Rusiya Ukrayna ərazilərini, yəni diqqətlər o tərəfə yönələcək, Rusiya daha rahat şəkildə müharibəni bitirəcək. Yox. Çünki baxın, bu günləri Rusiyanın Avropa İttifaqı ölkələri ilə ticari münasibətlərinin olduqca aşağı düşməsi səbəbi ilə çox ucuz qiymətdə öz enerji məhsullarını satdığı əsas iki ölkə Çinlə Hindistan. Və ondan başqa Çindən aktiv şəkildə silah və texnika alması ilə bağlı da faktlar mövcuddur. Sabahları bu müharibə ehtimalında Çin həmin silahların tədarükündən artıq faktiki olaraq imtina eləyəcək. Çünki özü böyük bir müharibəyə girirsə, nəticə etibarilə başqasına kömək eləmə imkanları olmayacaq. O baxımdan düşünürəm ki, Putin hakimiyyəti maksimum şəkildə Hindistan və Pakistan arasında münasibətlərin tez bir zamanda normallaşması istiqamətində çıxış eləyəcək. Nazim bəy, 2 dəqiqə vaxtımız var. Bu Rusiyanın proseslərin içində hansı davranışları sərgiləyəcəyi ilə bağlı sizin mövqeyinizi öyrənmək istəyirəm. Mən birmənalı müsbət və ya negativ təsir etməsindən daha çox biraz məsələnin fərqlidir. Yəni Rusiyanın bu məsələlərdə, məsələn, burada söhbət Hindistanla Pakistan arasındakı gərginlikdən gedir. Çinin buna doğrudan, yəni özünə hücum olmadığı müddətcə doğrudan buna müdaxilə olacağını düşünmürəm bu çərçivədə. Amma belə bir müharibənin çıxması Qərbin fokusunu iki baxımdan bölgəyə artıracaq və bu Rusiya ilə pazarlıq imkanlarını azaldacaq. Çünki Amerika qlobal sistemin ən önəmli qoruyucusu kimi bu bölgəyə diqqəti daha çox fokuslanacaq. Dolayısıyla Ukraynaya yardım məsələsi ilə bağlı, ondan sonra onun geosiyasi dəstək verilməsi, Rusiyanın güncə sıxışdırılması ilə bağlı bir başqa problem yaşamış olacaq. Bu diqqətin fokusunun oraya dağılması ilə sonuçlara bilər. İkincisi, Çinin son dövrlər bölgədə Rusiya üzərində ciddi təsir imkanları var idi və adətən Rusiyanın Ukrayna müharibəsindəki ehtiyacından daha çox faydalanırdı. İndi Hindistanla Pakistan arasında məsələ çıxsa, Çin də daha balanslı davranacaq və burada Çinin nəzdində Rusiyanın önəmi də artacaq. Bu da bir başqa fərqli bir motiv kimi qarşımıza çıxır. Üstəlik, bu bölgədə böyük bir gərginliyin çıxması Çinlə Avropa Birliyi arasındakı münasibətlərdə ciddi risklər yarada bilər. Bu da Rusiya yolunun və Rusiya ilə münasibətləri Qərb üçün, Avropa üçün ehtiyac halına gətirə bilər. Çünki bu bölgədə aləm qarışsa bir-birinə. Bu dəfə Qərb, xüsusən Avropalılar Çinlə ticarəti Rusiya üzərindən yenidən canlandırma tezisini ya da istərsə quru yolu ilə olsun, istərsə dəniz yolundan olsun, buna ehtiyac hiss edəcəklər. Bu da bir, yəni burada bir mənalı belə olar bilər. Amma təbii ki, başqa risklər var ki, iki nüvə gücünün aləmi bir-birinə qatması bu coğrafiyada, o da bir riskdir. Yəni burada bir mənalı ağ və ya qara bir mənzərədən daha çox içində ziddiyyətləri ehtiv eləyən bir məsələdən danışa bilərik. Mənim şəxsi qənaətim Rusiya burada kontroldan çıxmayan bir gərginliyi arzu edir. Təşəkkür edirəm, çox sağ olun. Rəşad bəy, sizə də minnətdaram. Nazım bəy, bir daha təşəkkürlər. Belə proqramımızı burada yekunlaşdıraq. 2 önəmli istiqamətə toxunduq qonaqlarımızla bir yerdə. Yeri gəlmişkən studiyamızda Qafsamın sədr müavini Nazim Cəfərsoy, eyni zamanda siyasi şərhçi Rəşad Bayramovla danışdıq. Hələlik.